Belə müəllimlər, bugünkü təlimimizin mövzusu məntiqi riyazi təfəkkür məşğələsinin təşkili metodikasıdır. Ümumiyyətlə, riyaziyyat çox belə deyim ki, genişdir və eyni zamanda ağır bir məşğələdir. Hansı ki, uşaqlar üçün. Burada məqsədimiz əsasən uşaqlara riyaziyyatı öyrətmək deyildi ki, əslində. Sadəcə uşaqlara məsələn riyazi deyim ki, əməllərlə, ədədlərlə tanış etməkdir. Daha sonra müəllimlər, kim mənə deyər müəllimlər, ümumiyyətlə məntiqi riyazi təfəkkür dedikdə nə başa düşürsünüz siz? Müəllim olar, mən öz fikrimi bildirim. Bilmirəm, düz deyəcəm yoxsa yox. Bəli, buyurun. Yəni siz deyərsiniz. Məntiqi riyazi təfəkkür ilk öncə sayaq və düşünək başlığı ilə bizə verilib. Yəni təlim materiallarla əhatə olunmuş bir məşğələdir. Burada yəqin ki, müəllimə uşağın yaradıcıdır, yaddaşı düşüncəsidir, nitqidir, təxəyyülüdür, emosiyalarıdır. Yəni mən bunlarla uşağın məsəl inkişafına bunlar kömək eləyir də, məntiqi riyazi təfəkkürdə. Yaddaşdan əsas qavrayışıdır, məsəl üçün təxəyyülüdür, təfəkkürüdür. Daha sonra müəllimə verilə bilər ki, əzm, səbr ola bilər, uşağa fərdi yaradıcılığı yarana bilər. Bu keyfiyyətləri məncə müəllimə formalaşdırır məntiqi riyazi təfəkkür. Bəli, mən bildiyim qədər. Bəli. Hardasa deyim ki, nüanslara toxundunuz. Belə deyim müəllimlər. Yəni ki, məntiqi riyazi təfəkkür dedikdə, yəni bu məşğələ uşaqların gələcəkdə məktəbə hazırlanmaları üçün çox belə əhəmiyyətlidir. Yəni əvvəllər riyaziyyatı öyrənməyin iki əsas yolu var idi də, düzdürmü? Ədədlərin hansı ki tək-tək öyrənilməsi, eyni zamanda buna biz deyirik ki, monoqrafik metod. Hansı ki ədədlər burada tək-tək öyrənilir. Bu üsulda uşaqlar ədədləri əşyalarla, oyunlarla, şəkillərlə tanıdırdılar. Məsələn ki, belə deyim ki, bir dənə sizə nümunə deyim. Məsələn ki, 3 dənə top, 5 dənə alma göstərməklə ədədləri öyrənirdilər. Həmçinin də ədədin hansı hissələrdən ibarət olduqlarını da öyrənirdilər. Məsələn, 5 ədədi 2 və 3 ədədinin məsələn tərkibləridir. Məsələn, uşaq başa düşürdü ki, 2 və 3-ü toplasaq olacaq 5. Bu olurdu bizim burada monoqrafik metod. Daha sonra müəllimlər, siz nə deyə bilərsiniz monoqrafik metod haqqında? Kim nə deyə bilər? Ümumiyyətlə, məlumatınız var mı monoqrafik metod haqqında? Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir Gültəkin müəllimə. Fikrimi bildirim. Monoqrafik, yəni ədəddən əvvəlki dövrdür. Uşaqlarda az, çox anlayışı, çoxluqlar anlayışının öyrədilməsidir. Qruplaşdırması, çoxluqların qruplaşdırılması, fərqləndirilməsi. Az-çox anlayışı birinci anlayışda öyrədilir uşaqlara daha kiçik qrupdan, birinci və ikinci kiçik qrupdan. Bəli. Yəni belə deyim müəllimlər, biz burada dediyimiz kimi, yəni monoqrafik metod hansı ki ədədlərin tək-tək öyrədilməsidir. Bu metodun əsas məqsədi uşağın hər bir ədədlə tanış olmaq və onun təsvirini beynində canlandırmaqdır. Yəni uşaqlara ədədlərlə, yəni hansı ki biz burada məntiqi riyazi təfəkkürdə necə deyirik? Uşağın təxəyyülüdür, uşağın təfəkkürüdür, inkişaf edir, düzdürmü? Yəni monoqrafik metodda da uşaqların ümumiyyətlə təxəyyülləri demək olar ki, inkişaf edir, canlanır, təsəvvürləri canlanır, hansı ki monoqrafik metodda. Məsələn üçün belə deyim ki, təsvir edin ki, uşaqlara 3 ədədini öyrədirik. Biz onları sadəcə 1, 2, 3 məsəl üçün demirik. Biz məsələn deyə bilərik ki, gəlin məsəl üçün belə deyim ki, oyuncaq ayı balalarını sayaq. Məsələn 1 ayı, 2 ayı, 3 ayı. Baxın, bunlar məsəl üçün 3 dənə ayı balasıdır. Bir dəqiqə üzr istəyirəm. Yəni uşaqlara başa salırıq ki, yəni bunlar 3 dənə ayı balasıdır. Hansı ki monoqrafik metodda deyirik biz bunları. Sonra başqa bir məsəl üçün əşyalarla bunu təkrarlayırıq. Məsələn, 1 gəlincik, 2 gəlincik, 3 gəlincik və ümumi olaraq deyirik ki, 3
3 dənə gəlincik var və beləliklə uşaqlar 3 ədədinin müxtəlif əşyaların üçlüyü ilə məsəl üçün ifadə etdiyini başa düşürlər. Uşaq başa düşür ki, 3 dənə ayı, 3 dənə gəlincik, hansı ki, ədədləri tək-tək öyrənirlər. Daha sonra müəllimlər, ümumiyyətlə ki, belə deyim ki, ədədin tərkibinin öyrənilməsi dedikdə nə başa düşürsünüz? Kim deyər? Nədir ədədin tərkibinin öyrənilməsi? Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Olar müəllimə? Bəli, buyurun. Müəllimə, birinci monoqrafik metod bizə deyim ki, Gruvier tərəfindən, Alman pedaqoqu tərəfindən çatdırılmışdı. Ədədlərin təsviri deməkdir. Burada müəllimə əsasən deməli say kartlarından istifadə edir, ədədi fiqurlardan istifadə edir, ədədlərin öyrənilməsi üçün bir də ədədin tərkibindən istifadə edir. Biz bunu ədəd evi düzəldirik ki, məsələn məktəbə hazırlıq qruplarında ədəd evi anlayışı var. Burada məsələn 7 rəqəminin ədəd tərkibi deyəndə, yəni ki, ədədlərin vahidlərdən ibarət, özünün qonşu rəqəmlərindən ibarət olduğunu, 2 dənə rəqəmin birləşməsindən ibarət olduğunu anladır. Məsələn, 7-ni götürürük ki, 7 ilə 0, 1 ilə 6, 2 ilə 5, 3 ilə 4, 4 ilə 3, 5 ilə 2, 6 ilə 1 və 7 ilə yenə 0. Bu ədəd tərkibi, ədəd evi adlanır. Uşaqlara bunu biz deməli, məktəbə hazırlıq qrupunda əsas öyrədirik. Bəli, doğrudur. Və Süreyya müəllimənin dediyi fikrə istinadən mən də bir fikir demək istəyirəm. Ümumiyyətlə, ədədin tərkibinin öyrənilməsi dedikdə, məsələn, 5 ədədini öyrənəndə biz uşaqlara göstərə bilərik ki, məsələn, 5 dənə gəlincik, deyim ki, 3 dənə gəlincik, 2 sarı gəlincik və belə deyim ki, məsələn, uşaqlara öyrədirik ki, 5 dənə gəlinciyi öyrətmək istəyirik, düzdürmü? Uşaqlara birinci öyrədirik ki, məsələn, 2 dənə sarı gəlincik var, 3 dənə də qırmızı gəlincik olaraq da düzə bilərlər də uşaqlar. Məsələn, 2 dənə sarı gəlinciyi düzürlər, 3 dənə qırmızı gəlinciyi düzürlər və ya 1 və 4 ədədi hansı ki, 5 barmağımızla məsələn göstərə bilərik ki, bunun 5 olduğunu başa sala bilərik. Yəni barmağımızla da göstərə bilərik və yaxud da ki, 5 dənə gəlinciyi bir yerə yığıb, hansı ki, gəlinciklərin deyim ki, rəngləri fərqli olur da. Məsələn, deyim ki, 2 dənə sarı gəlinciyi bir yerə qoruq, 3 dənə sarı gəlinciyi də bir yerə qoruq. Uşaqlar beləliklə ədədin tərkiblərini öyrənirlər. Yəni ki, məsələn, uşaq burada başa düşür ki, yəni belə deyim ki, beləliklə uşaq 5-in 2 və 2 üstəgəl 3 və yaxud da ki, 1 üstəgəl 4 olduğunu vizual olaraq görür. Yəni uşaq burada əsasən görməlidir. Və müəllimlər, başa düşdünüzmü müəllimlər? Ümumiyyətlə, fikrim sizə çatdımı? Bəli, ədədin tərkibi hesab fəaliyyətində öyrədilmir və ədəd evi orada deyil, hesab fəaliyyətində. Bəli, doğrudur. Hansı ki, ədəd evi, yəni ədədin tərkibinin öyrənilməsi. Yəni ki, bayaq da dediyim kimi, məsələn, uşağa deyir ki, 5 dənə gəlincik var, onları ayırmalıdır. 2 dənə sarı gəlincik, 3 dənə məsələn, qırmızı gəlincik olaraq da düzə bilərlər. Beləliklə, uşaq ədədin tərkibini öyrənirlər. Və biz bunu barmaqlarımızla da edə bilərik. Məsələn, 5-i göstəririk, uşaqlara göstərir və bunun 5 olduğunu başa sala bilərik ki, beləliklə uşaq da 5-in 2 və üstəgəl 3 və yaxud da 1 üstəgəl 4 olduğunu vizual olaraq görməlidir. Daha sonra müəllimlər, hesabi metod haqqında kim nə deyə bilər? Olar mən deyim. Bəli, buyurun. Hesabi metod həm də əməllərin öyrənilməsi metodu adlanır. Burada məsələn birinci qonşu ədədlər arasında qarşılıqlı tərs münasibətlərin mənimsənilməsi, ikinci əməliyyatımız rəqəmlərlə uşaqları tanış eləyirik. Sonra ədədlərin vahidlərdən ibarət tərkibini uşaqlara başa salırıq. Sonra tam çoxluqların hissələrə bölünməsi, yəni ki, tam çoxluğun özünün də az çoxluqdan ibarət olduğunu və yaxud da ədədlərin ayrı-ayrı tərkibləri biz dedik ki, öyrəndik. Sonra 2 ədədin birləşərək bir ədədin tərkibini əmələ gətirməsini uşaqlara hesablama fəaliyyəti vasitəsilə öyrədirik. Bəli, doğrudur.
Və ümumiyyətcə müəllimlər hesabi metod, yəni ki, hansı ki, əməllərin öyrənilməsidir və bu metodla isə uşaqlar ədədləri saymağın nəticəsi olduğunu öyrənirlər. Məsəl üçün, iki qrupu müqayisə edib hansında neçə əşya olduğunu tapırlar. Həmçinin ədədləri bir-bir deyim ki, artırıb, azaldaraq ümumiyyətlə toplama və çıxmanı öyrənirlər. Məsələn, uşaqlar 5 top deyim ki, sayırlar. 1, 2, 3, 4. Və sonda deyirlər ki, ümumiyyətlə uşaqlar, deməli 5 dənə top var. Yəni burada əsasən uşaqlar saymağı öyrənirlər. Məsələn, 5 dənə top var deyirik. 1, 2, 3, 4 və sonda bunu ümumiləşdirirlər. Demək 5 dənə top var. Yəni ki, 5-i sonuncu sayırlar və ədədin ümumi miqdarını ifadə etdiyini dərk edirlər bu dövrdə, hansı ki, hesabi metodda. Yəni ki, əsasən uşaqlar burada əsasən uşaqlara aşıladığımız ümumiyyətcə ki, əməllərin öyrənilməsidir, hansı ki, sayma fəaliyyətinin öyrənilməsidir, hansı ki, hesabi metodda. Və müəllimlər, iki çoxluğun ümumiyyətlə müqayisəsi kim nümunə gətirə bilər iki çoxluğun ümumiyyətlə dediyim ki, müqayisəsinə? Deməli, belə deyim ki, müəllimlər, iki çoxluğun müqayisəsi odur ki, məsəl üçün, iki qabda əşyalar var. Bir qabda, məsəl üçün, deyim ki, 3 dənə alma var. Digərində 5 dənə alma var. Məsəl üçün, uşaqlardan soruşuruq ki, hansı qabda alma çoxdur və ya hansı qabda, məsəl üçün, bir dənə boş qab göstərməklə göstəririk ki, uşaqlar burada iki çoxluğu müqayisə edirlər. Hansı qabda, deyim ki, alma çoxdur, hansı qabda alma azdır. Burada artıq iki çoxluğun müqayisəsi olur. Müqayisə eləyirlər də, baxırlar ki, hansı çoxdur, hansı azdır. Bax, bu da olur iki çoxluğun müqayisəsi. Müəllimə, əlavə eləmək olar, zəhmət olmasa. Bəli, buyurun. Çoxluqları müqayisə eləyəndə müəllimə, biz uşaqlara bunu üst-üstə qoymaqla, bir də yanaşı qoymaqla da mənimsədə bilərik. Yəni ki, əşyaları düzürük belə, hansının çox, hansını alt-alta ya da ki, üst-üstə qoyuruq, uşaqlar yanaşı qoyuruq. Uşaqlar belə başa düşür ki, hansı çoxdur, hansı azdır. Müqayisə daha asan olur. Bəli, doğrudur. Əlbəttə ki, yəni uşaqlar onda daha yaxşı mənimsəyirlər. Daha sonra müəllimlər, kim deyə bilər ki, ədədin bir vahid artırılması və azaldılması. Yəni, buna bir dənə nümunə gətirə bilər və yaxud da tərifini deyə bilər. Nədir ədədin bir vahid artırılması, azaldılması? Müəllimə, burada qonşu ədədlərin bir-birindən alınması, bir vahid artması, bayaq iki çoxluğunuza misal gətirmək istəyirəm. Müəllimə, məsələn, bir tərəvəz çoxluğu var orada. Biz onların ya rənginə görə, ya dadına görə, ya formasına görə seçirik. Məsəl üçün, tərəvəzlərdən götürək pomidor və yaxud da kartoşkadır. Uşaq o iki çoxluqdur, fərqlidir. Çünki onları seçir. İki çoxluğa. Bu bir var çoxluqlar iki çoxluq olmalıdır. İki müxtəlif meyvə və yaxud tərəvəz və yaxud fərqli qrupqa olmalıdır, oyuncaq olmalıdır. Bir çoxluqda isə yalnız bir tərkibdən ibarət olmalıdır. Bir vahid azalması da qonşu ədədlərə görə bir vahid belə artması. Yəni ki, bəli müəllimlər. Yəni belə deyim də, məsələn ki, uşağın qarşısında 4 dənə maşın var. Məsəl üçün, biz burada uşağın əlinə bir dənə də deyək ki, maşın verərək, daha doğrusu veririk. İndi neçə maşın oldu və uşaq sayır. 1, 2, 3, 4, 5. Demək, nə oldu? 5 dənə maşın oldu. Yəni, 4-ün üstünə 1 gələndə 5 olduğunu öyrənir. Sonra isə, məsələn, 5 dənə maşından, deyim ki, birini, məsələn, geri götürürük uşaqdan. Demək ki, nə qədər qaldı? 4 dənə qaldı. Bu oldu ədədin bir vahid artırılması, ədədin bir vahid azaldılması.
Yəni ümumiyyətlə bundan sonra da uşağa sual verir ki, indi neçə maşın qaldı? Uşaq sayır 1, 2, 3, 4. Demək ki, 4 dənə maşın qaldı. Və yaxud da deyək ki, ədədin vahidinin artırılması. Uşaq sayır ki, uşağa bir dənə maşın artıq veririk. Uşaq sayır ki, 1, 2, 3, 4, 5. Demək nə oldu? 5 dənə maşın. Yəni bu da olur ədədin vahidlərindən deyim ki, artırılması və azaldılması. Aha. Ümumiyyətlə müəllimlə başa düşdünüzmü? Yəni fikrim sizə çatdımı? Bəli, müəllimə. Daha sonra müəllimlər, bəs biz toplama və çıxma əməllərini ümumiyyətlə uşaqlara necə mənimsədə bilərik? Nədir toplama və çıxma əməllərini? Toplama və çıxma müəllimə əşyalar üzərindədir onlarda. Yəni mütləq əşyalar üzərində öyrədilməlidir birinci. Bəli, yəni məsələn əşya üzərində əlavə eləməklə toplama, azaltmaqla çıxma əməlini öyrədirik. Çoxluqlar üzərində, əşyalar üzərində. Əşyalar üzərində mütləqdir. Bəli, doğrudur. Hansı ki, məsəl üçün toplama və çıxma əməllərinin mənimsənilməsi, yəni ki, məsəl üçün 2 dənə qırmızı top və 3 dənə yaşıl top var. Gəlin hamısını bir yerə yığaq deyirik də uşaqlara yığaq. Neçə top oldu? Uşaq sayır 5 dənə top, yəni 2 + 3 bərabərdir 5. Yəni eyni qaydada da çıxma əməllərini uşaqlara biz bu yolla öyrədə bilirik. Yəni bu da olur ki, uşaqlarda toplama və çıxma əməllərinin mənimsədilməsi, hansı ki, əşyalar vasitəsilə. Çünki uşaqlar ümumiyyətlə ki, deyim ki, riyaziyyatda əşyalar və oyunlar vasitəsilə uşaqlar ümumiyyətlə riyaziyyatı daha yaxşı qavrayırlar. Burada məqsədimiz o deyil ki, uşaqlara məsələn rəqəmi öyrədək, sayı öyrədək. Əsasən məktəbin işidir də. Yəni məktəbə gedəndə uşaqlar onu öyrənir, belə deyim. Əsas məsələn, çoxalma deyəndə üstünə qoyuruqsa çoxalır, götürürüksə azalır və əsas onu mənimsədirik uşaqlara. Bəli, bəli, doğrudur. Daha sonra müəllimlər, təcrübi metod, yəni hansı ki, əsas metodlardan biridir təcrübi metod. Nədir təcrübi metod? Nə başa düşürsünüz? Təcrübi metod əsas tətbiq etmə mərhələsinə yaxındır da. Yəni ki, uşaqlar özləri burada müxtəlif tapşırıqları yerinə yetirirlər. Tapşırıqlar vasitəsilə öz təcrübələrinə əsasən həmin deməli bacarıqlara yiyələnirlər. Bəli, doğrudur. Hansı ki, təcrübə əşyaları sayırlar. Əsas sırası didaktik oyunlardır. Didaktik oyunlardan istifadə olunur. Bəli, bəli, doğrudur. Hansı ki, didaktik oyunlardan istifadə olunur. Yəni didaktik materiallardan tapşırıqlardan istifadə edirlər. Bəli, doğrudur. Ümumiyyətcə müəllimlər, belə deyim ki, təcrübi metod əsasən ki, əsas metod sayılır və bu metodda uşaqlar məsələn fəaliyyət vasitəsilə öyrənirlər və bu metodu uşaqlara riyaziyyatı məsəl üçün əlləşərək özləri deyim ki, yəni ki, özləri çalışırlar ki, öyrənsinlər təcrübi metodda və eyni zamanda məsələn deyim ki, əşyaları sayırlar, qruplaşdırırlar. Bu zaman tərbiyəçi onlara sadəcə kömək edir. Eyni zamanda yol göstərir. Sadəcə fasilitator məsələn çıxışında olur da bu deyim ki, təcrübə metodda. Əsasən tərbiyəçi. Və təcrübə metodun əsas xüsusiyyətləri vardır. Hansı ki, uşaqlara müxtəlif deyim ki, fəaliyyətlər edirlər ki, beyinləri inkişaf etsin. Eyni zamanda çoxlu didaktik materiallardan, oyuncaqlardan, eyni zamanda sayma çubuqlarından istifadə edirlər və bu ümumiyyətlə fəaliyyətin sonunda uşaqlarda riyazi təsəvvürlər yaranır. Bax, hansı ki, təcrübi metodun sonunda uşaqlarda deyim ki, əsasən ki, riyazi təsəvvürlər yaranır və ümumiyyətlə ən sadə sayma, hesablama, ölçmə bacarıqları yaranır təcrübi metodda. Hansı ki, uşaqlar təcrübi metodunda saymadır, hesablamadır, ölçmədir, bacarıqlarını deyim ki, yiyələnirlər. Daha sonra müəllimlər, bu metodda uşaqlar tapşırıqları fərdi və ya qrup şəkildə də edə bilərlər, müstəqil şəkildə də yerinə yetirirlər, oyun elementlərini həmişə əlavə olunur. Bax, bu təcrübə metodda, yəni oyundan geniş istifadə olunur. Məsələn, kiçik yaşlı uşaqlar nağıl qəhrəmanları kimi hərəkətləri təqlid edirlər. Eyni zamanda böyük yaşlı uşaqlar isə daha çox deyim ki, tapmacalarla, axtarışlı oyuncaqlarla
bu deyim ki, metodlara, bu bacarıqlara yiyələnirlər. Və daha sonra müəllimlər, ümumiyyətlə təcrübi metodda öyrənmək deyim ki, yaxşı deyildir. Yəni əsasən ki, çünki nəyə görə? Çünki məsələn, uşağın deyim ki, inkişafına mənfi təsir edə bilər. Təcrübi metodun biliklərin daha doğrusu təməlini qoyur. Və sonra bu məsələn bilikləri bacarığa çevirir. Hansı ki, uşaqlar təcrübi metodda biliklərə yiyələnirlər, daha sonra bilikləri də bacarığa çevirirlər. Və dediyimiz kimi də bu metod uşaqlara fəaliyyətlər var, deyim ki, fəaliyyətlər vasitəsilə öyrənirlər. Uşaqlar nəsə deyim ki, axtarışda olurlar. Məsəl üçün özləri kəşf eləmək istəyirlər, özləri təcrübə, yəni adından göründüyü kimi təcrübi, yəni təcrübə. Bax bunu belə yadınızda saxlaya bilərsiniz. Və bu metodda uşaqlar dediyim kimi ümumiyyətlə fəaliyyətlər vasitəsilə öyrənirlər. Məsələn, tapşırıq verilir uşaqların qarşısına didaktik materiallar, deyim ki, didaktik materiallar vasitəsilə deyim ki, fiqurlar qoyuruq. Və məsələn deyirik ki, uşaqlara qırmızı fiqurları ayırın, məsələn deyim ki, sarı fiqurları ayırın. Gördünüzmü? Burada nə oldu? Uşaqlar təcrübə toplayır, təcrübə vasitəsilə öyrənirlər. Eyni zamanda məsəl üçün təcrübələrlə öyrədirik uşaqlara. Məsəl üçün uşaqlara qum, su və yaxud da qar kimi deyim ki, təbii deyim ki, materiallarla daha doğrusu oynayarkən deyim ki, riyaziyyatı daha yaxşı öyrənə bilirlər. Məsələn, belə deyim sizə bir dənə deyim ki, nümunə deyim. Məsəl üçün uşaqlara 2 qabda su doldururuq və hansı qabda suyun çox olduğunu müqayisə edirlər. Bax burada uşaqlar təcrübə toplamış olurlar. Yəni ki, uşaqlara 2 qabda su veririk. Uşaqlar baxırlar ki, məsələn, bu qabın içində su məsələn daha çoxdur da. Bu da olur ki, uşaqlara təcrübə yolundan öyrətmək. Daha sonra müəllimlər, bəs kim mənə deyər ki, məsəl üçün deyim ki, produktiv ümumiyyətlə fəaliyyət nədir? Produktiv fəaliyyət nə deməkdir bu? Yəni eşitmisinizmi bu haqqında? Nəticə yönümlü də müəllimə, yəqin səmərəli, nəticə yönümlü. Aha. Təcrübi metodda əsas götürülür. Bəli, bəli. Bəli, müəllimə, burada tətbiq edirlər də. Tətbiq edirlər, nəticə nail olur. Səmərəli nəticəyə nail olur. Bəli, məhsuldar fəaliyyət. Yəni burada mütləq şəkildə məhsuldar fəaliyyət olmalıdır. Produktiv fəaliyyət o deməkdir. Məsələn, yəni ki, rəsm çəkərkən, kəsib yapışdırarkən, quraşdırarkən, eyni zamanda riyazi anlayışlar daxil edilir. Məsələn üçün, deyim ki, rəsm çəkərkən uşaqlardan 3 dənə qırmızı alma, daha doğrusu 3 dənə qırmızı almanı, 2 dənə də yaşıl almanı deyim ki, rəngləməsini istəyə bilərik. Bax, bu olur ki, produktiv fəaliyyət. Yəni, uşaqlar əsasən burada hər hansı bir məsələn, fəaliyyətlə məşğul, hansı ki, məhsuldar fəaliyyətlə məşğul olmalıdır. Ya rəsm olmalıdır, ya kəsib yapışdırma olmalıdır, ya quraşdırma olmalıdır. Və onlar vasitəsilə uşaqlarda riyazi anlayışlar formalaşır. Suallar var idi, müəllimə, produktiv, reproduktiv suallar yönüldü. Bəli, bax, onlar elə bunlardır. Mən bayaqlar sizə izah etdiyim kimi. Daha sonra deyim ki, produktiv fəaliyyətdə məsələn uşaqlara verə bilərik ki, daha doğrusu məsələn yapışdırma işi, məsələn müxtəlif ölçülü fiqurları məsələn düzgün yerlərə deyim ki, yapışdırmalarını məsələn istəyə bilərik. Məsələn kvadrat formasına verə bilərik ki, bunu deyək ki, kağızları kvadratın üstünə yapışdırın və yaxud da dairənin üzərinə yapışdırın. Bax belə. Yəni fikrim sizə çatdırmı müəllimlər? Yəni hər hansı bir qaranlıq məqam varsa sual verə bilərsiniz. Produktiv, yəni tətbiq edir. İş iş olmalıdır. Elə müəllimə. Bəli, mütləq şəkildə iş olmalıdır. Özü də məhsuldar fəaliyyət, yəni rəsm, daha sonra kəsib yapışdırma, quraşdırma. Bəli, quraşdırma fəaliyyət. Hansı ki, bunu uşaqlara biz belə deyim ki, yəni ki, bunları riyaziyyatla əlaqələndirməliyik. Mütləq şəkildə riyaziyyatla əlaqələndirilməlidir. Məsələn, deyək ki, bayaq da dediyim kimi, məsələn, dairəni öyrətdik, düzdürmü? Uşaq artıq deyim ki, dairəni bilir. Uşağa deyirik ki, məsələn, dairənin üzərinə yapışdır. Düzdürmü? Bax, bu oldu təsviri fəaliyyətlə inteqrasiya olur da. Daha sonra müəllimlər,
Daha sonra oyun metodu haqqında kim nə deyə bilər? Yəni o didaktik oyunlar deyirsiniz. Didaktik oyunlar əgər uşaqlara müəyyən bir bacarıq öyrədirsə üsuldur, amma asudə vaxtda istifadə edirsə o fəaliyyətdir də. Didaktik fəaliyyətdir. Bəli. Məncə ki, müəllimlər, oyun metodu bilirsiniz nədir? Oyun metodu, yəni ki, oyunlar riyaziyyatı öyrətməkdə çox vacibdir. Hansı ki, didaktik oyunlar. Bunlara da daxildir əşyalı, daha sonra şifahi, daha sonra dost oyunlar, bəli, öyrədici oyunlar ümumiyyətlə uşaqlar üçün çox təsirlidir, hansı ki, biz burada riyaziyyatı öyrədərkən. Yəni bəzi oyunlar uşaqlara yeni biliklər verir. Oyunlar uşaqlarda məsəl üçün dedim ki, yaradıcılığını formalaşdırır. Onları elmə maraqlanmağını, ümumiyyətlə uşaqların elmə marağını stimullaşdırır oyunlar. Hansı ki, təbii yoldur. Bəli. Yəni oyunlar vasitəsilə uşaqların bilikləri daha asan mənimsəyir. Məsələn, biz məsəl üçün uşaqlara müxtəlif sayda əşyalar verilir və tez bir zamanda sayaraq doğru cavabı tapmalarını istəyə bilərik oyunlar vasitəsilə. Daha sonra müəllimlər, bir dənə də nümunə deyim. Yəni ümumiyyətlə məsələn məsəl üçün uşağa deyim ki, fərqli sayda kubiklər verilir və deyim ki, uşaqlara da tapşıra bilərik ki, kimdə daha çox məsələn kubik var. Gəlin sayaq görək hansı uşaqda daha çox məsələn kubik var, hansı uşaqda daha az məsəl üçün kubik var. Bax bu da oldu oyunlar. Yəni oyunlar vasitəsilə riyaziyyatı uşaqlara aşılayırıq. Daha sonra qayda yarat oyunları vardır, hansı ki, uşaqlara müəyyən, məsəl üçün, ardıcıllıqla fiqurlar verilir. Məsəl üçün, dairə, kvadrat da uşaqlar ardıcıl, o sizə testdə rast gəlib, səhv eləmirəmsə, MİQ imtahanındaydı. Dairə, kvadrat, sonra da nöqtələr verilir. Onlar ardıcılıqla tamamlamaq lazımdır da bunu. Ardıcılığı sıraya davam et, bəli. Bir sözlə adlandır. Dördüncü adlandır. Bəli, bax onların hamısı qayda, hansı ki, riyaziyyatın oyununa daxildir, oyun metoduna daxildir. Yəni uşaqlara biz burada tapşırıq veririk ki, məsələn, dairə, kvadrat, nöqtə. Uşaq bunu ardıcılığı tamamlamalıdır. Demək ki, kvadrat, sonra dairə, sonra kvadrat. Və biz, yəni ki, ümumiyyətlə bununla da bitmir ki, uşaqlardan sonra növbəti fiqurların nə olacağını tapmalarını istəyirik. Yəni qaydanı müəyyən etmələrini istəyirik. Bir dəqiqə istəyirəm. Daha sonra müəllimlər. Bəs müəllimlər, əyani metod nədir? Əyani metod. Çox sağ olun. Əşyalar vasitəsilə müəllimə tətbiq etmək, əyani şəkildə reallığı əks etdirən əşyalarla tətbiq etmək. Obyektlər, illüstrasiyalar, təlimatlar, müşahidə, cədvəllər, modellər. Bəli, doğrudur. Bəli, bunun əsasında. Bəli, Qrafik modeli, əşyalar üzərində, həşəvi model, qrafik model. Bəli. Hansı ki, əyani metodda göstərməklə öyrənməkdir. Bax, bunu daha doğrusu görməklə öyrənməkdir. Əyani metodda mütləq şəkildə uşaq görməlidir. Görməsə mümkün deyil. Yəni, əyani metodun əsas xüsusiyyəti açar sözü budur. Yəni ki, görməklə öyrənmək. Göstəriş, bəli, göstəriş. Hansı ki, uşaqlar üçün çox vacibdir əyani metoda. Ümumiyyətlə ki, əyani metod. Sonra müəllimlər, dediyimiz kimi əyani metoda daxildir ki, əşyaları şəkillərlə göstərmək, təlimat vermək, müşahidə etmək, cədvəl və ümumiyyətlə modellərə baxmaq, eyni zamanda müəllimlər, səsim yavaş gəlir sizə? Müəlliməmizin yaxşıdır, mən sən gəlir. Demək necə oldu? Müşahidə etmək, cədvəllərlə, modellərlə baxmaq, eyni zamanda bura belə deyim ki, şifahi metod da daxildir. Söhbət, izahat, daha doğrusu izah etmək, sonra bəli, daha doğrusu göstəriş vermək, suallar vermək, məsəl üçün aydınlaşdırmaq. Bəli. Eyni zamanda məşğələ zamanı
adətən biz bir neçə dənə metoddan istifadə, daha doğrusu edirik. Bəli. Hansı ki, bir neçə dənə metoddan istifadə edirik biz, məsəl üçün, riyaziyyatın daha doğrusu məşğələsi zamanı. Ümumiyyətlə belə deyim ki, metodun, müəllimlər, sizə bir dənə sual verim. Metodiki üsul nədir bəs? Kim bilir metodiki üsul? Metodun tərkib hissəsidir də mənim metodiki üsul. Aha. Sonra? Müəllimin o seçdiyi iş üsulu, iş forması, strategiyası. Hər müəllimənin özünün metodu, üsulu olur da. Öyrətmək metodu. Metod böyük anlaşdır. Metodiki üsuldur ki, metodun içində olur da. Bəli, hansı ki, ondan asılıdır. Ondan asılıdır. Bəli, hansı ki, kiçik bir hissəsidir. Metodiki üsul metodun kiçik bir hissəsidir. Müəllimin yolu, seçdiyi strategiyası, istiqaməti, bəli. Bəli, doğrudur. Məsəl üçün, müqayisə, sual vermək, araşdırmaq. Daha sonra müəllimlər, göstəriş haqqında kim nə deyə bilər? Göstəriş. Hansı ki, göstəriş ən çox daha doğrusu yayılmış metodiki üsuldur da. Bunun haqqında nə deyə bilərsiniz? Göstəriş burada nümayiş etdirməkdə, yəni ki, hər hansı bir tərbiyəçi məşğələyə başlayanda bunu motivasiyaya da oxşatmaq olar da. Göstəriş, yəni ki, burada uşaqlara izah eləyib göstərirsən, əlaqələndirirsən. Yəni formalardan, təcrübələrdən istifadə eləyərək, didaktik vasitələrin köməyi ilə uşaqlara öyrədirik bunları. Bəli, doğrudur. Yəni hansı ki, dediyimiz kimi göstəriş ən çox daha doğrusu yayılmış metodiki üsuldur. Bu zaman tərbiyəçi Bəli, bu da aydın açıq şəkildə müəllimə addım-addım olmalıdır ki, uşaqlar daha yaxşı başa düşsün. Bəli, addım-addım. Bax, burada açar söz, addım-addım. Yəni hansı ki, tərbiyəçi hərəkətləri izah edərkən uşaqlara göstərir və bu üsul aydın, addım-addım olmalıdır. Hərəkətlər izahlarla uyğunlaşmalıdır. Baxın, müəllimlər, hərəkətlər... Daha doğru. Yəni, əsasən addım-addım olmalıdır, hərəkətlər də uyğunlaşmalıdır. Daha sonra müəllimlər, əsasən müəllimlər, göstəriş üsulunda, yəni hərəkətlər Daha sonra müəllimlər, yəni hərəkətlər izahlarla uyğunlaşmalı, dəqiq olmalıdır, aydın olmalıdır və ümumiyyətcə ki, aydın nitqlə verilməlidir. Bax, buna diqqət edin. Aydın nitqlə verilməlidir göstəriş üsulunda. Məsələn üçün, uşaqlara müxtəlif həndəsi fiqurları, məsələn üçün, kvadrat, dairə, üçbucaq göstəririk və onlardan adlarını deyirik. Həmçinin də böyük, kiçik, uzun, qısa kimi anlayışları müxtəlif ölçülü əşyalarla göstərərək izah edirik. Yəni uşaqlar onları görməsə, əşyalarla ümumiyyətlə qavraya bilməzlər də ona görə. Elə bir ki, elədiyimiz hər bir şeyi adlandırmalıyıq da, deməliyik. Bəli, əlbəttə ki, deməlisin. Əlbəttə, göstəriş üsulunda, bax, bu da dediyimiz kimi addım-addım olmalıdır. Eyni zamanda hərəkətlər izahlarla uyğunlaşmalı, dəqiq və aydın olmalı. Nə deməkdir bu? Məsəl üçün, biz uşaqlara müxtəlif dediyim kimi, həndəsi fiqurları, kvadrat, dairə, üçbucaq göstəririk və onların adlarını mütləq şəkildə deyirik uşaqlara əvvəlcədən. Daha sonra onları müxtəlif əşyalarla göstəririk, onların izahını veririk. Başa düşdünüzmü, müəllimlər? Bu da olur, məsəl üçün, göstəriş üsulu. Bəs müəllimlər, kim mənə deyər? Məsəl üçün, sözlü şifahi metod. Nədir sözlü şifahi metod? Müəllimə, elə adından göründüyü kimi söz şəklində, şifahi şəklində deyirik də. Bəli. Şifahi şəkildə təlimat izah edərək. Göstəriş veririk, təyinat izah veririk adının üstündə, yəni şifahi şəkildə. Bəli, hansı ki, müəllimlər?
belə deyim ki, bu məsələn danışmaqdır da, sözlü şifahi metod. Görsəniz demək ki, söhbət burada danışmaqdan gedir. Yəni burada əsasən danışırıq da, tərbiyəçi əsasən danışır, izah edir, uşaqların riyazi nitqini inkişaf etdirir. Bəli. Yəni əsasən biz burada əsasən uşaqların riyazi nitqini inkişaf etdiririk və burada əsasən söhbət məsələn, söhbət də buna daxildir. Çünki söhbət məsələn oyuncaqları saydıqdan sonra neçə oyuncaq saydın? Hansı rəngdə oyuncaq var? Kimi suallar verib cavablarını dinləyirik. Mütləq şəkildə uşaqların cavablarını mütləq şəkildə dinləməliyik. Yəni bu zaman uşaqların düzgün riyazi terminlərdən istifadə etmələrinə də nəzarət edirik ki, görək uşaqlar düzgün dedimi? Sual-cavab sistemi söhbət adlanır da müəllimə. Bəli, söhbət, sual-cavab sistemi. Verbal formada. Söhbət adlanır, bəli, doğrudur. Bəs Bu da kiçik qruplarda yerinə yetirilən zaman tədricən də hissə verilir, amma böyük qruplarda isə məsələn ya əvvəl verilir, ya da sonra izah edilir də bu təlimatlar uşaqlara. Bəli, doğrudur müəllimə. Daha sonra müəllimlər izah deyim ki, etmə nədir bəs? İzah etmə. Bu da tapşırığı yerinə yetirən zaman uşaqlara qaydaları öyrədirik. Yəni ki, uşaqların səhv eləməyin qabağını bəri başdan almaqdan ötürü də, çətinlikləri bəri başdan dəf eləməkdən ötürü aydın şəkildə dəqiq uşaqlara izah göstəriş vermək lazımdır. Bəli, doğrudur. Hansı ki, məsələn üçün bir də nümunə düzgün sözlərdən istifadə etmək lazımdır ki, uşaqlar daha aydın başa düşsün. Aha, doğrudur. Məsəl üçün göstəriş, daha doğrusu izah etmə üsulunda, məsəl üçün sizə bir də nümunə gətirim, daha yaxşı yadınızda qalsın. Məsələn, uşaqlara həndəsi fiqurları təqdim edərkən fiquru sol, məsəl üçün əlimizə alırıq, sağ əlimizin şəhadət barmağı ilə kvadratın tərəflərini, bucaqlarını göstəririk. Və bu daha doğrusu izahlarla uşaqların düzgün hərəkət etmələrini daha doğrusu təmin edə bilirik. Biz hansı ki, izah etmə üsulu, yəni uşaqlara izah edirik də biz burada. Yəni fiziki mədəniyyət məşğələsində də çox vaxt izah eləyərək göstəririk, uşaqlar da təkrarlayırlar. Bəli, doğrudur. Doğrudur. Fiziki mədəniyyət məşğələsində əsasən izah etmə üsulundan da istifadə olunur. Daha sonra müəllimlər, suallar nədir bəs? Suallar. Sual verməklə müəllimə biz uşağın diqqətini cəlb edirik, idrakı fəallığını artırırıq, biliklərini nə dərəcədə mənimsədiyini yoxlayırıq. Dərs müəllimə diqqətini çəkirik suallarımızla. Bəli. Hansı ki, suallar da sadədən mürəkkəbə doğru olmalıdır müəllimlər. Sadədən mürəkkəbə doğru biz orada uşaqlara suallar veririk. Məsəl üçün, deyim ki, sadə bir dənə sual nümunəsi deyimsə, məsəl üçün uşaqlara verə bilər ki, bu fiqurun deyim ki, rəngi nədir? Bax, bu olur sadə sual. Və daha sonra uşaqlara daha deyim ki, getdikcə mürəkkəbləşdiririk. Məsələn, deyirik ki, bu fiqurun, daha doğrusu bu fiqur deyim ki, nəyə görə kvadratdır? Uşaq artıq orada başa salmalıdır ki, nəyə görə kvadratdır? Dörd tərəfi məsələn olduğuna görə kvadratdır da, dördbucaqlı şəklindədir. Bu da olur. Yəni mürəkkəb. Hansı ki, mürəkkəb sual və sadə sual. Suallar da sadədən mürəkkəbə doğru getməlidir. Və daha sonra uşaqlarla... Suallar çox verilməməlidir uşaqlara, həm də yorucu olmamalıdır. Bəli, yorucu olmamalıdır. Yəni, mürəkkəb sual versək də çox da yorucu, beyin yoran sual olmamalıdır. Eyni zamanda açıq suallar da veririk biz, məsəl üçün, uşaqlara. Kim nə deyə bilər ki, açıq sualı necə verə bilərsiniz uşaqlara, hansı bağça yaşlı uşaqlara? Açıq suallar elə bil ki, uşaqlar üçün daha öyrənmək üçün şərait yaradır da. Qapalı suallar uşaqlara bəli, xeyr, ancaq bir sözlə, məsəl ki, Bakı, Azərbaycan paytaxtlarıdır, Bakı şəhəri, bu qısa, bəli, xeyr də ola bilir. Amma uşaqların açıq suallar verəndə, uşaqların bilikləri, yaddaşları, təxəyyülləri, təfəkkürləri, nitqləri daha da aktivləşir. Uşaqların həmin mövzuya uyğun nə bildikləri aşkara çıxarılır.
Bəli, doğrudur. Biz eyni zamanda açıq Məsələn, sual. Aha. Hər bir uşaq özünə məxsus şəkildə açıq suala cavab verir də. Məsələn, deyirik ki, vətəni niyə sevirik? Hər uşaq bir cür cavab verir. Amma deyəndə ki, vətənimiz harada? Azərbaycan, hamı bir kəlmə deyir Azərbaycan. Bəli, və bizim açıq suallarda verməkdə məqsədimiz uşaqların təfəkkürünü inkişaf etdirməkdir. Məsəl üçün bir dənə sizə açıq sual nümunəsi deyim. Məsələn, uşaqlara deyə bilər ki, məsələn, bu deyim ki, fiqurlarla nə etmək olar? Uşaqlar artıq başlayırlar düşünməyə. Düzdürmü? Uşaqlar artıq düşünür ki, fiqurlarla nə etmək olar? Bax onu Bəli, üçbucaq qoymaq olar, kvadrat qoymaq olar, düzbucaq qoymaq olar. Deyərik ki, biz bundan nə düzəldə bilərik? Aha, bəli. Yəni açıq suallar, yəni ki, uşaqların beynini inkişaf etdirməyə, düşünməyə. Bu fiqurlara oxşayan otağımızda nə var? Müzakirəyə cəlb eləyərik uşaqları. Həm nitqini inkişaf eləyər. Bəli, doğrudur. Yəni açıq suallar uşaqları ümumiyyətlə düşünməyə sövq edən sual, daha doğrusu üsullardır. Eyni zamanda qapalı suallar da veririk, amma qapalı suallardan çox istifadə etmirik. Məsələn, qapalı sualla deyə bilərik ki, hansı ki tək bir dənə cavabı olur da, bəli və xeyir. Məsələn, uşağa verə bilər ki, məsələn, bu fiqurun 4 dənə tərəfi varmı? Uşaq deyər bəli və ya da xeyir. Bax belə, bu da olur qapalı sual. Daha sonra müəllimlər, yəni ki, ümumilikdə suallar uşaqların dediyim kimi düşünməsini, yaddaşını, təxəyyülünü inkişaf etdirilməlidir. Sayı çox olmamalı, amma ki, bunun deyim ki, belə amması varsa. Amması nədir? Amması odur ki, məqsədə çatmağa kifayət etməlidir. Öyrədici xarakter daşımalıdır müəllimlər. Bəli, doğrudur. Hansı ki, suallar ümumiyyətlə bütün qrupa deyim ki, biz ümumiyyətlə sualları verərkən qrupa veririk də, düzdürmü? Və qrupa verəndən sonra o sualların cavabını qrupdan ümumiyyətlə ki, almırıq. Sadəcə bir nəfərdən cavabını istəyirik. Bir nəfərdən soruşuruq sualın cavabını. Yəni qrupun hamısından yox. Daha sonra müəllimlər, bəs modelləşdirmə nədir riyaziyyatda modelləşdirmə? Nə kimi fikriniz var? Demək belə müəllimlər, modelləşdirmə... Cədvəldir, yol xəritələridir, marşrut xəritələri bunlar. Bəli, doğrudur. Belə deyim də müəllimlər. Əşyavi modellər, əşyavi sxematik modellər, qrafik modellər. Aha, bəli. Yəni ki, müəllimlər, ümumiyyətlə modelləşdirmə riyaziyyatı öyrətməkdə çox vacibdir. Məsəl üçün, model vaxt. Vaxt nədir? Saat. Eyni zamanda miqdarı, ədədləri, hansı miqdar nədir? Ədədləri. Daha sonra fəzanı öyrədirik. Biz, məsələn, modelləşdirmə üsulunda hansı ki, həndəsi fiqurları öyrənmək üçün istifadə olunur. Və ümumiyyətlə, modellər, müəllimlər ki, 3 cür olur da bildiyimiz kimi. Əşyavi model, daha sonra əşyavi sxematik model və qrafik model. Əşyavi model haqqında kim nə deyə bilər? Əşyavi model müəllimlər uşaqların istifadə etdiyi oyuncaqlardır. Oyuncaq şəklində uşaqlara biz təqdim etdiyimiz o fiqurlardır. Globusdur, orada yazılır, hətta akvariumdur, bunlar əşyavi modeldir. Bəli, doğrudur. Hansı ki, məsəl üçün, əşyavi modeldə siz də dediyiniz kimi qlobus. Məsəl üçün, qlobus, məsəl üçün, oyuncaqdır da, düzdürmü? Məsəl üçün, uşaq, məsələn, qlobusun üzərində uşağa tapşıra bilərik ki, uşaq, məsələn, qlobusun üzərində, məsəl üçün, ölçələri tapsın. Bu olur, əşyavi model olan qlobusdan istifadə edir. Yəni ki, burada əşya olaraq qlobusdan istifadə olunur. Yəni, model, yəni maket kimi, belə deyim, yadınızda qalsın da. Yəni ki, model maket, yəni belə. Yəni, hansı ki, qlobusun, yəni ki, modelindən istifadə elədi uşaq. Yəni ki, oxşarı, hansı ki, ölkəni taparkən burada əsasən qlobusdan istifadə elədir. Bu oldu əşyavi model. Daha sonra müəllimlər ki, deyim ki, əşyavi sxematik model. Nədir əşyavi sxematik model? Nələr daxildir buna? Burada modellər daha dəqiq olur da, yəni ki, təsvirlər yaranmış formada olur. Onların əlamətləri, maketlərdə necə verilir? Məsələn,
Orada təqvimlər var, xəritələr var. Aha. Orada xüsusi rənglərdən istifadə olunaraq verilir də, dəqiq verilir. Bəli, doğru. Ölçülər dəqiq verilir, bəli. Bəli. Hansı ki, əşyavi daha doğrusu sxematik model, məsəl üçün siz də dediyiniz kimi təqvimlər. Məsələn, uşaqlara deyim ki, hava durumu da, məsələn, hava durumunu, daha sonra məsəl üçün həftənin günlərini xüsusi sxematik təqvimlərlə qeyd edirlər. Bax, xüsusi sxematik təqvimlərlə qeyd edirlər. Hansı ki, həftənin günləri olsun, havanın vəziyyəti olsun. Məsələn, uşaqlara tapşırırıq ki, məsəl üçün günəşli hava üçün, məsəl üçün günəş cədvəli, daha sonrası yağışlı hava üçün, məsəl üçün belə ki, buludun şəklini, daha doğrusu yapışdırmasını tapşıra bilərik. Uşaqlara şəkillər veririk ki, məsəl üçün buludlu havada necə olur, məsələn, daha doğrusu yağışlı havada bulud şəkli qoyur da, uşaqlara buludun şəklini yapışdırır. Daha sonra günəşli havada günəşin şəklini yapışdırır. Bax, bu da olur əşyavi sxematik mi, daha doğrusu model. Hansı ki, sxemlər vasitəsilə olur bu metamodeldə. Daha sonra müəllimlər, qrafik metod, daha doğrusu model. Nədir qrafik model? Qrafik modeldə, yəni adından da görürük ki, burada misal üçün əşyaların xüsusiyyətlərini ümumiləşdirib yerinə yetiririk. Misal üçün otağın planı ola bilər, evin sxemi ola bilər və yaxud gəlincin otağının planı ola bilər. Təbiət təqvimi, uşaqların apardığı təbiət təqvimi qrafik modellərə aid edilir müəllimə. Ən əsasda otağın planı. Bəli, bəli. Yəni, bu model uşaqlarla müəllimələr bir yerdə hazırlayır, amma əşyavi sxematiki hökumət hazır şəkildə verir də bizə. Bəli. Daha sonra burada Ləman müəllimə əlini qaldırıb. Zəhmət olmasa səsini açardı Ləman müəllimə. Bəli, müəllim, axşamınız xeyir olsun. Axşam xeyir müəllimə. Müəllimə, qrafik model nədir? Qrafik model. Qrafik model hansı, o məntiqi təfəkkür məşğələsində deyirsiniz, müəllimə, uşağın bir dəqiqə əşyağı qrafik xəritələrin olması, müəllimə, xəritə, qlobus. Bəli, bəli. Hansı ki, uşaqlar otaqların planını çəkirlər, daha sonra hər əşyanın planı, bəli. Hər əşyanın yerini təsvir edirlər. Bəli. Və bu onlara fəzada təsəvvürlərində və qrafik bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bəli. Bu da olur qrafik metod. Daha doğrusu model. Daha sonra müəllimlər. Ümumiyyətcə müəllimlər, bildiyin də riyazi məşğələ çox ümumiyyətcə maraqlı bir deyim ki, məşğələdir, məşğələ növüdür. Düzdür, biraz da geniş mövzudur, daha doğrusu geniş məşğələdir. Amma ki, çox belə ki, maraqlı, yəni məşğələdir. Daha sonra müəllimlər, sizə ümumiyyətcə qaranlıq qalan bir məqamlar oldumu? Suallarınızı verə bilərsiniz. Bunu PDF-sini atarsınız da müəllimə, əgər varsa zəhmət olmasın. Əlbəttə, göndərərəm. Və müəllimlər, ümumiyyətcə belə deyim, sizcə məntiqi riyazi təfəkkür məşğələsi. Bir sualım var, zəhmət olmasa üzr istəyirəm. Çoxluqlardan az çoxluqların alınması. Bunun izahını istəyirəm. Müəllimə, az çoxluqlar mən bildiyim qədərilə, yəni bir əşya yox, bir neçə əşyanı da, düz deyil müəllim. Məsəl üçün, orada var məsəl üçün, meyvələr, tərəvəzlər, onları az çoxluqlardan çoxluqlar eləmək. Məsələn, az çoxluqları onları necə ayırmalıyıq. Bu demək deyil, mən həmişə bunu qarışdırıram. Məsələn, deyilir bizə çoxluq. Meyvələr, quru meyvələr deyirsə, az çoxluq. Şirin meyvələr, turş meyvələr, quru meyvələr deyəndə az çoxluq. Az çox, ay sağ, mən onlar deyəcəyim. Yəni ki, ümumi meyvə, yəni həm quru gedir, həm sulu meyvə. Yəni bunları ayırırıqsa, deməli, az çoxluqların ayrılmasıdır. Bəli. Hansı ki, əgər onları ayrı biliriksə, demək ki, biz çoxluqları ayırırıq.
Dəqiqə. Daha sonra müəllimlər. Bir də müəllimlər, bir sualım, uşaqlarda fəza anlayışının formalaşdırılması, fəza anlayışı dedikdə nə nəzərdə tutulur? Yəni fəza anlayışı belə deyim də müəllimə. Durduqları yerdə məkan kimi. Bəli, məkan kimi, hansı ki fəzadır da, yəni fəzada uşaqlar nə edə bilərlər? Əlbəttə ki, özündən səmtləşmə. Bəli, səmtləşməni Məkan anlayışı kimi başa düşmək olur da, elə müəllimə fəzada. Fəza fiqurları deyirik, məsələn, kub. Bəli, mənim hansı ki dediyi bayaqları qrafik metoddur. Bilirəm, səmtləşməni bilirəm. Səmtləşməyə görə də deyir ki, fəza görsə, biz də dedik, bir müəllim orada dedi, o əşyanı deyir, o bax onu başa düşmürəm. Fəza deyəndə əşya məsələn deyir, həndəsi fiqur, bax bunu başa düşmürəm xırdalığına. Müəllimə belə deyir, bayaqlar qrafik modeldə necə dedik ki, fəza anlayışları olur da uşaqlarda. Və qrafik modelə əsasən, yəni fəza uşaqların əsasən durduqları yerdir da. Yəni özündən məsələn sağda, özündən solda. Bax bu uşaqların fəza anlayışlarıdır. Eyni zamanda məsəl üçün özünə səmtləşmə, məsəl üçün öz bədəninin sxeminin mənimsənilməsi, eyni zamanda xarici məsəl üçün obyektlərə səmtləşmə. Bax bunlar hamısı deyim ki, fəza təsəvvürlərinin genişləndirilməsidir. Məsələn, yuxarıdır, aşağıdır, sağdır, soldur. Bax bunlar hamısı fəza təsəvvürləridir. Eyni zamanda fəzada başlanğıc nöqtə subyektin özündə qeyd edilir. Yəni ki, özündən daha doğrusu özündən yerini təyin edilməsidir. Yəni uşağın özündən sağında, solunda, qarşısında, arxasında. Müəllimə, çox sağ olun, başa Aha, yəni ki, müəllimə, başa düşə bildiniz mi müəllimə? Düşdüm müəllimə, başa düşdüm, çox sağ olun. Siz sağ olun. Yəni ki, uşağın özünə doğru olur da, əsasən fəza anlayışlarında. Daha sonra müəllimlər, uşaqlarda zaman qavraması olur. Müəllimə, bu da vaxtdan bağlıdır, zaman qavraması, vaxtına. 4 yerə bölünür, 4 yerə. 0-2 yaş, 2-4 yaş, 4-6 yaş. Müəllimə, zaman qavrayışı uşaqlarda 3 yaşından sonra yaranır, amma ondan əvvəlki dövrlərdə uşaqlar o qədər də qavramırlar da. Yəni ki, ancaq qidalanma fəaliyyətlərinə görə. Yəni uşaq Bəli, doğrudur. Yəni ki, 2 yaşında yanır ki, aha, buyurun müəllimə, buyurun. uşaqların həyatında ilkin refleks devri sayılır da. Həmin devrdəki uşaqlarda ilkin yəni ki, sensor təcrübələrə əsaslanır. Bəli. Konkret uşaqlar yatırlar, gəzirlər, oynadıqları vaxt onların həmin zamana aid elədiyi vaxtdır. Amma artıq 2-4 yaşında uşaqlar zaman kateqoriyalarında nitqlərində zəif şəkildə olsa da istifadə eləyirlər. Amma zaman zərfləri onlarda məsələn zəif olur. Dünəndən bu günü, sabahı qarışdırırlar uşaqlar. Bəli, doğrudur. Bu da öz fəaliyyətləri, uşaqlar əvvəlcə 4 yaşına qədər öz fəaliyyətlərinə əsaslanır. Bir də parlaq hadisələrə görə əsaslanırlar. Tutaq ki, hər hansı bir mən bağçadan gələndə bizə qonaq gəlmişdi, yaxud da mən bağçadan gələndə qar yağmışdı. Elə bilir ki, ancaq elə qar o bağçadan gələn vaxt yağır. Elə əsaslandır. Sonra 3-cü mərhələdə 4-6 yaşdır. Burada ancaq artıq uşaqlar aktiv şəkildə nitqində zaman kateqoriyalarını istifadə edirlər. Başqalarının fəaliyyəti ilə əlaqələndirirlər. Bir də təbiət hadisələrinə əsaslanırlar bu dövrdə. Bəli. 4-cü mərhələdə artıq saatla bağlıdır. Bu saatla bağlı uşaqlarda
bilirik ki, artıq məktəbə gedəndən sonra tamam biraz öz əksini tapır, amma bundan qabaqki məsələn 5-6 yaşda o qədər də çox uşaqlar mənimsəmirlər. Bəzi zaman anlayışlar var ki, məsələn zamanı geri qaytarmaq olmur, gələcəyi əvvəldən getmək olmur. Uşaqlar saat anlayışı ki, yəni saat keçir, qutardı da daha onu geri qaytarmaq mümkün deyil. Uşaqlar bu sözləri artıq məktəbə gedəndən sonra dərk edirlər. Bəli, bəli, doğrudur. Bəli, müəllimə, doğrudur. Təşəkkür edirəm. Müəllimə, elə buna görə də, zaman anlayışına görə də biz məsələn əvvəllər dedik ki, uşaqlar 10-a qədər saymağı öyrənirdi. Artıq bir neçə ildir dedik ki, uşaqlar 12-yə qədər saymağı, bəzən də yazmağı da öyrənirlər. Riyaziyyatda artıq məktəbə hazırlıq qrupunda 12-yə qədər yazma var. Bəli, bəli. Hansı ki 6 yaşından yuxarı dövrə aiddir də o. Yəni dediyimiz kimi müəllimə, yəni 0-2 yaşda ancaq uşaqlarda zamanı elə də çox məsələn bilmirlər. Sadəcə yuxu, yemək və oyanıqlıq. Yəni sadəcə ümumiyyətlə daha doğrusu zamanı belə xatırlayırlar. Və hansı ki 2 və 4 yaşında uşaq məsəl üçün deyim ki, dünəni tam olaraq deyim ki, xatırlamır. Məsələn, sadəcə uşaq deyə bilər ki, deyim ki, dünəni. O, məsəl üçün, dünəni yadında saxlayır, amma dünənin nə olduğunu bilmir. 2 və 4 yaş aralığında olan uşaqlar. Daha sonra müəllimlər, kim deyər ki, ümumiyyətlə ki, riyaziyyat bizim hansı deyim ki, standartımızı əks etdirir? Hansı standartımızı tələb edir? 2.2. Bəli. 2.3 müəllimə. 2.3 hansı ki sadə riyazi əməliyyatları İdrakçı yerinə yetirir. sadə riyazi əməliyyatları yerinə yetirir. Bəli, doğrudur. Bəs müəllimlər, kim deyə bilər 1-2 yaş aralığında olan uşaqlarda hansı riyazi bacarıqlar formalaşmış olur? Az çoxdur, oradadır, məkan anlayışları, Hansı şey? Bir çox ölçü anlayışını başa düşürlər. İki-oxşar əşyanı seçirlər, ora-buranı başa düşürlər. Bir də şəxsi təcrübələrinə əsasən ilkin bacarıqlar formalaşır orada. Bəli, doğrudur. Kiçik, az çox. Bəli, sadəcə bir və çox anlayışlardır. Məsələn, əsasən əşyalar üzərində fərqləndirirlər. Bax, müəllimlər, buna diqqət edin. Bir və çox, onlar bilmir axı, məsələn, bir nədir, çox nədir. Sadəcə əşyalarla bilirlər onları. Eyni zamanda 2 dənə oxşar deyək ki, əşyanı seçə bilirlər, hansı ki 1-2 yaş dövründə. Bəs müəllimlər, sizə bir dənə sual verim. Mən məsəl üçün uşaqlara 4-5 yaşında 5 dairəsində öyrədirik də, 5-ə qədər məsəl üçün saymağı öyrədirik uşaqlara. Əgər mən uşaqlara hansı ki deyim ki 3 və 4 yaşında 3 dairəsində öyrətməsəm, uşaqlar 5 dairəsini qavraya bilərlərmi? Deyir müəllimə, varislikdə bu ifadədən mürəkkəbə var da, gərək 3-2 keçsin ki, sonra 1-2 keçsin. Bəli, doğrudur. Hansı ki varislik prinsipinə əsasən mütləq şəkildə mən 3-4 yaşında 3 dairəsini öyrətməliyəm ki, bu uşaq keçsin məsəl üçün 4-5 yaşında 5 dairəsini öyrənsin, 5-6 yaşında hansı ki məsələn uşaqlar 10 dairəsində öyrənsin. Daha sonra müəllimlər, bəs sizcə məntiqi riyazi təfəkkür məşğələnin gedişi necə olur? Müəllimə, birinci motivasiya eləyə bilmiriksə, aktuallaşma, onu soruşursunuz, sonra dərk etmə, sonra tətbiq etmə. Bax, məsəl üçün, məşğələ qururuq da, necə məşğələ qurarsınız məntiqi riyazi təfəkkürlə bağlı? Bax, sizə belə deyim ki, müsahibədə soruşa da bilərlər. Daha doğrusu soruşurlar da. Deyək ki, məşğələ qur. Məntiqi riyazi təfəkkürə aid. Kim qurar? Müəllimə, tutaq ki, məsələn, mövzumuzun adı dairədir. Biz dairə formalı topu və yaxud da dairə formalı hər hansı bir əşyanı, təkərimi, uşaq rolumu tapıb gətirə bilərik uşaqlara, içəriyə motivasiyamızı elə verə bilərik ki, uşaqlar
görürsünüz bu hansı həndəsi fiqura oxşuyur. Uşaqlar da orada cavab verirlər. Ondan sonra deyirik ki, daha hansı həndəsi fiqurları tanıyırsınız? Məsələn, kvadratı göstəririk ki, bunun fərqi nədir sizcə? Uşaqlara əsas almaq istəyirik ki, yəni dairə kvadratdan fərqli olaraq tilləri yoxdur, yanları yoxdur, yanı yoxdur, tərəfi yoxdur. Deyirlətmək yolu ilə uşaqların gözü qarşısında onu hərəkət etdiririk. Sonra dərk etmədə də məsələn dairəni uşaqların gözü qarşısında birinci çəkməliyik də ki, uşaq görsün ki, bu forma necə alınır. Lövhədə o fiquru çəkməliyik ki, uşaqların gözü qarşısında uşaqlar onu görsünlər. Sonra dərk etmədə də müxtəlif müəllimə bayaq dedik, otaqda soruşa bilərik ki, uşaqlardan şəkillər vasitəsilə də verə bilərik dairə formalı olanları. Uşaqlar seçsinlər, dairə formalı olanları göstərsinlər. Və yaxud da otaqda olan hər hansı bir dairə formalı olan əşyaları uşaqlar göstərsinlər. Tətbiq etmədə də müəllimə, bundan sonra uşaqlara biz idman dəqiqəsi verə bilərik mahnı ilə. Bəli. Dairə deyəndə içəri giririk, dairədən çıx deyəndə kənara hoplanırıq. Elə bir kəndir qoyuruq ortaya, böyük lent vasitəsilə. Uşaqlar kənarda durur. İçəri deyən kimi hoplanırlar, içəri çıx deyəndə çıxırlar. Bundan sonra da uşaqlara işarələr paylayırıq. Uşaqları tətbiq etmə deməli, sahəsinə yönəldirik. İşarələr paylayandan sonra hər işarənin özünə uyğunda uşaqlara qruplara bölürük. Məsələn, 4 qrup, 3 qrup uşaqların sayından asılıdır da. Ondan sonra fəaliyyətlər veririk. Bir fəaliyyətdə dairələri uşaqlar məsələn rəngləyirlər. Birində plastirindən dairə forması düzəldir. Birində yenə verə bilərik ki, çəkdiyimiz əşyaların içərisində dairə formasında olanları aşağıdan işarələsinlər. Və yaxud da şəkildə olan nə ki dairə formasında əşyalar varsa hamısını dairəyə alsınlar. Belə tapşırıqlar veririk. Sonra da uşaqlara reflektiv suallar veririk ki, uşaqlar məşğələnin hansı hissəsi sizin xoşunuza gəldi? Daha hansı həndəsi fiqurları öyrənmək istəyərdiniz? Belə reflektiv suallar verib, axırda da uşaqları qiymətləndiririk ki, sağ olun uşaqlar, hamınız bugünkü məşğələdə yaxşı iştirak etdiniz. Əla müəllimə, əla. Təşəkkür edirəm bir əhatəli, yaxşı danışdığınıza görə, izah etdiyinizə görə. Ümumiyyətlə müəllimlər, mən sizə ümumiyyətlə məşğələ deyək ki, təşkil edirik də. Bax biz bu metodları keçdik. Amma ki müəllimlər, siz bilirsinizmi ki, o metodları məşğələlərin hansı ümumiyyətlə mərhələsində verə bilərik? Kim bilir onu? Müəllimə, dərk etmədə veririk, deyil mi? Məsələn, motivasiyada əqli hücum veririk. Onu deyirsiniz, əqli hücumu veririk. Xeyr müəllimə. Bax bayaqları biz ümumiyyətlə riyaziyyatın metodları keçdik də biz bayaqları əyani metod, şifahi metod. Əyani motivasiyada veririk. Dərk etməni şifahi veririk. Tətbiq etməni də təcrübəli də praktiki də tətbiq etmədə veririk. Tətbiq etmə mərhələsində. İndi mən sizə bir dənə məşğələ qurum və o məşğələyə aid bu oblar harda verilməlidir, onların izahını edəcəm. Belə deyim müəllimlər, məsəl üçün bir dənə məşğələ qururam. Məsəl üçün, məşğələdə adətən, məsəl üçün, deyib ki, hissələrə bölünür də. Məsəl üçün, kiçik qruplarda məşğələlər bir hissədən ibarət ola bilər. Böyük qruplarda isə hansı ki, 3-4 hissəyə bölünə bilir məşğələlər. Yəni ki, məsəl, amma ki, kiçik qruplarda bir dənə hissədən olur. Məsəl üçün, deyim ki, orta qrup üçün mən deyim ki, məşğələ verirəm. Və əvvəlcə uşaqları oyuna cəlb etməliyəm. Hansı ki, motivasiya bax, uşaqları oyuna cəlb edirik. Məsəl üçün, Şən Fiqurlar Ölkəsinə Səyahət adlı hekayə ilə başlayırıq. Bax, uşaqlara veririk ki, şən fiqurlar, bax, deyirik ki, yəni uşaqlara fiqurları deyim ki, şən şəkildə veririk. Bu da adını qoyuruq ki, Şən Fiqurlar Ölkəsinə Səyahət. Məşğələmizin adı budur. Daha sonra ki... video şəklində veririk, yoxsa... Bəli, əlbəttə, ya deyim ki, əyani bəhs yəni ki, bizim əlimizin altında hansı resurslar varsa, həmən şeylərində, bildiğim ki, resurslarla. Şəkillər vasitəsilə verə bilərik, video vasitəsilə verə bilərik. Bəli, əlinizin altında hansı resurs varsa, onlardan istifadə edərək verə bilərsiniz. Və uşaqlara deyirik ki, Şən Fiqurlar Ölkəsində Səyahət adlı məşğələ deyib ki,
hekayə danışırıq. Bax, bu olur ki, uşaqlarda oyun elementi hansı ki, şifahi metod. Bax, biz burada oyun elementinin şifahi metodu hansı ki, motivasiya mərhələsində verdik. Daha sonra uşaqlara yeni materialların öyrədilməsi, məsələn, hansı ki, uşaqlarda dərk etmə mərhələsidir da, yəni öyrətmədə axı burada. Yəni bu günləri, məsələn, uşaqlara deyir ki, bu günləri kvadrat və dairə fiqurlarını öyrənirik. Müxtəlif rəngdə və ölçüdə kvadrat və dairə fiqurlarını nümayiş etdiririk. Yəni hansı ki, burada da olur əyani metod. Yəni dərk etmə mərhələsində əyani metoddan istifadə edirik mütləq şəkildə. Və uşaqlara fiqurları əllərinə almalarını, ümumiyyətlə tərəflərini, künclərini hiss etmələrini istəyirik. Bax, uşaqlara deyirik ki, uşaqlar, bax bu fiqurları əlinizə alın, toxunaraq, bəli müəllimə, toxunaraq əlinizə alın və künclərini hiss edin. Məsələn, bu dairədir, bu kvadratdır, bu üçbucaqdır. Bəs burada hansı metod oldu? Burada da oldu təcrübi metod. Bax, bu olur təcrübi metod. Demək ki, dərk etmə mərhələsində həm əyani metoddan istifadə edə bilərik, həm də təcrübi metoddan istifadə edə bilərik. Daha sonra uşaqlardan adlarını demələrini istəyirik. Məsəl üçün, bu deyim ki, fiqurun məsəl üçün neçə tərəfi var və yaxud da buradakı fiqurun küncü varmı? Bu da olur şifahi metod. Demək ki, biz burada dərk etmə mərhələsində 3 dənə metoddan istifadə etmiş olduq. Hansı ki, əyani metod, eyni zamanda təcrübi metod, eyni zamanda suallar və şifahi metoddan dərk etmə mərhələsində istifadə etdik. Daha sonra uşaqlarda tətbiq etmə mərhələsi olur da. Tətbiq etmə mərhələsində uşaqlar fiqurları yerə qoyurlar artıq. Məsəl üçün, biz əsasən burada didaktik oyunlardan istifadə edə bilərik. Uşaqlara müxtəlif, məsəl üçün, fiqurlar verilir. Onlara uyğun demək olar ki, yerlərinə qoymaları. Məsələn, kvadratları, məsələn, kvadrat çərçivə verilib da. Uşaqlara deyir ki, kvadratı yerinə qoy, dairəni yuvasına yerləşdirmək. Bəli, yuvasına yerləşdirmək, onları yerlərinə yerləşdirilməsini istəyirik. Bu da oldu təcrübi metod və eyni zamanda oyun metodu, hansı ki, tətbiq etmə mərhələsində veririk. Daha sonra biz uşaqlara, məsəl üçün, idman dəqiqələri veririk. Çünki məntiqi riyazi təfəkkür məşğələsi zehni gərginlik tələb edən şeydir. Daha doğrusu məşğələdir. Mütləq şəkildə idman dəqiqəsi verilməlidir ki, uşaqlar biraz rahatlasınlar, beyinləri rahatlansın. Və uşaqlara da hansı ki, idman dəqiqələrində fiqurlara uyğun hərəkətlər etdiririk. Baxın, hansı ki, idman dəqiqəsində uşaqlara fiqurlara uyğun hərəkətlər etdiririk. Məsəl üçün, kvadratı götürəndə 4 addım atırıq, dairəni götürəndə fırlanırıq. Belə olanda uşaqlar artıq özlərindəki deyib ki, stresi atmış olurlar, beyinləri rahatlamış olur. Və məsələn, nəticədə isə məşğələnin sonunda məsələn, uşaqlara reflektik deyim ki, suallar veririk. Bu günləri hansı fiqurları öyrəndik? Hansı fiqurların məsəl üçün küncü var? Uşaqlar öz fikirlərini bildirirlər və onlara fikirlərini bildirmək üçün biz burada imkan yaradırıq. Ümumiyyətcə, müəllimlər, belə deyim, riyaziyyat uşaqların dünyanı başa düşməsini, məntiqi bacarıqlarını inkişaf etdirilməsində zəngin və ümumiyyətcə ki, əyləncəli prosesdir. Yəni, uşaqlar ümumiyyətcə riyaziyyat vasitəsilə dünyanı daha yaxşı başa düşürlər, məntiqi bacarıqları inkişaf etmiş olur. Ümumiyyətlə, uşaqların nitqləri də zənginləşir riyaziyyatda. Və müəllimlər, bugünkü təlimimiz bu qədər. İnşallah ki, sizin üçün faydalı olmuşdur.